O ki deyirlər, İmam Zaman gələndə hamı axışacaq ona tərəf. Hamı ona aşiq olacaq. Nəyə görə? Çünki orada insanlar həmin zaman insanlığa elə susuzlayacaqlar ki, elə əsl insan nümunəsi görmək istəyəcəklər. Görəndən də sonra ona sarı axışacaqlar və insanlarda heç bir problem olmayacaq. İmam Zaman necə quracaq tövhid hakimiyyətinin yer üzərində, İmam Zaman necə haqq ədaləti bərpa eləyəcək, bəzən insanlara çox çətin gəlir. Amma bilmirik ki, bu çox asan bir şeydir. İnsanların susuzluğunun nəticəsində bu çox asandır. İnsanlara deyəsən İmam Zamanı sev. Əksinə biz öz zövqimizi korlamışıq deyə bəzi sevilməyə ləyaqəti olmayanlar bizə sevimli gəlir. Bizim zövqümüz korlanıb. Halbuki o şey layiq deyil ha, biz onu sevək. O kəsin ləyaqəti yoxdur, biz onu sevək. Amma zövqlər nə qədər korlanıb, biz onu sevirik. Təsəvvür eləyin, insanların zövqü nə qədər korlanıb ki, Yezidi sevirlər, Muaviyəni sevirlər. Bəli, əgər bir insan onları sevirsə, nə qədər məsələn, elə mədəniyyət var, elə geyim forması var, elə həyat tərzi var, elə şeylər var ki, baxırsan ki, insan oturub deyir, o əyri oturub düz danışanda, baxırsan ki, həqiqətən də bunun bir sevilməyə ləyaqəti yoxdur. Amma insan bunu necə sevir axı? Cavabı burada tapırsan ki, bunun zövqü korlanıb. İnsan bu şeiri necə sevir? Bu yazını necə sevir? Bu sevilməli bir şeir deyir axı, sevilməli bir söz deyir axı. Amma görsən, elə sevir, elə onsuz yaşaya bilmir. Deməli, zövq korlanıb. Muaviyənin də işi bu idi ki, insanların zövqünü korlasın ki, əlini sevə bilməsinlər. Amma zövq təmizlənəndə insan baxır, deyir, hə, mən bunu sevməliyəm, ünvanı səhv tapmışam. Vallah billah, ünvanı səhv tapmışam. Sən demə, mənim əsl ürəyimin dərinliyində sevgi bunaymış. Mənə saxta insanlar təqdim eləyiblər, saxta zövq yaradıblar. Elə bilirəm ki, əsl sevgiyə layiqli bax budur.